Ötən günlərdə Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi. Belə ki, dünya elmində yeni çağırışlar, gənc alimlərin birgə yanaşmaları mövzusunda Beynəlxalq Bakı forumu öz işinə başladı. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası, Aerodok Avropanın Gənc Tədqiqatçılar Şurası, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən forumda dünyanın 96 ölkəsindən 400-ə gənc alim iştirak edirdi. Hesab edirəm ki, məhz bu cür forumların təşkil olunması Azərbaycanın tanınmasıdır, Azərbaycan elminin tanınmasıdır və Azərbaycan elminin dünyaya inteqrasiya olunması istiqamətində bir addımdır. Eyni zamanda bu Azərbaycanın tanınmasıdır. Qeyd edirəm ki, ilk forumdur bu, təbii ki, ilk addımdır və hesab edirəm ki, çox uğurlu bir nəticələrə biz nail ola biləcəyik. Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadədən sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası Humanitar Siyasət Məsələləri Şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin forumun iştirakçılarına təbrik məktubunu oxudu. Əksəriyyəti gənclər olan tədbirdə çıxış edən Gənclər və İdman Naziri Azad Rəhimov ölkəmizdə gənclərin inkişafı üçün yaradılan imkanlardan söz açdı. Çıxışçıların hər biri forumun təcrübə və yeni ideyaların mübadiləsi üçün yaratdığı imkanlardan danışdılar. İştirakçıların forumun proqramı ilə tanış olmasından sonra isə forum işini 3 paralel sessiyası ilə davam etdirdi.